Biləsuvarın idman ocağı olan mərkəzi stadion bərbad vəziyyətdədir. Mərkəzi stadionun bərbad vəziyyətə düşməsi sözün əsl mənasında futbolçuların əl-qolunu bağlayıb. Stadionda vəziyyət o qədər acınacaqlıdır ki, hər an çöhmə təhlükəsi də var. Stadionun ot örtüyü sıradan çıxıb, oturacaqlar sınıb, meydançanın yardımçı binası əlverişsiz vəziyyətdədir. 1998-ci ildə istifadəyə verilən mərkəzi stadion tikildiyi gündən bugünə kimi baxımsız qalıb. Burada müxtəlif yarışlar, rayon səviyyəli tədbirlər, hətta bayram konsertləri belə təşkil edilib. Texniki avadanlıqları almışıq, məsələn, yığmağa yer yoxdur, məcbur razvolka edirik. Bunları özümüz düzəltmişik əlimizdən gələni. Rayon sakini Biləsuvar Futbol Klubunun təsisçisi Zəfər Kazımov şəraitsiz vəziyyətdə də mümkün qədər stadionun imkanlarından istifadə etməyə çalışdığını deyir. Lakin çox zaman stadionun hazırki vəziyyəti səbəbindən məğlubiyyət qərarı ilə razılaşmalı olduğunu deyir. Ən böyük problem bizim geyinib soyunma otağının istismara yararlı olmamasıdır. Azarkeşlərin oturduğu skamyalar təhlükəli vəziyyətdədir. Hətta bizə o barədə dəfələrlə xəbərdarlıq da oldu ki, azarkeşi buraxmayın stadiona, çünki təhlükəli vəziyyətdə hər an çökə bilər. İstər texniki təminatımızı müəllimimiz öz cibindən qarşılayır. 2 ildir ki, var olmağa çalışırıq. Stadionun vəziyyəti özümüz, mən şəxsən bir neçə kollektiv uşaqlarla xətlənməyi olsun, müəllim əhəng pulu hər bir şeyini alır verir. Klubun şəxsi imkanları əvvəl-axır tükənəcək. Biz də aidiyyəti qurumlardan olsun, Gənclər və İdman Nazirliyindən kömək göstəririk. Şərait yoxdur. Yəni çıxırıq, yuyunmaq üçün yer yoxdur. Stadionu komandalara gəlir, yəni qarşılaya bilmirik. Bərbad vəziyyətdədir. Stadionun ümumi belə vəziyyəti çox bərbad gündədir. Azarkeşlərin oturduğu yerlər də çox bərbaddır. Çox gülünc vəziyyətdə də belə deyim. Stadionun hazırki vəziyyəti ilə bağlı Biləsuvar rayon icra hakimiyyətinin Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən şifahi olaraq bildirildi ki, sözügedən problemdən onlar da xəbərdardır və stadionun əsaslı təmiri növbəti ilin layihə planına salınıb. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Fidan Səfər, Spois xəbər, Biləsuvar.